1 mol alkanın yanmasından əmələ gələn karbon qazının kütləsi suyun kütləsindən 86 qram çoxdur. Bilirik ki, alkanlar yananda karbon qazı və su alınır. Karbon qazının qarşısında əmsalda N-dir. Karbon qazının emeri 44-dür. 44-ü vurduq N-ə. Elədi 44-dən. Yazırıq bura 44-dən. Bərabərdir. Suyun kütləsindən, suyun emeri 18-dir. Alkanlar yanarkən suyun qarşısında əmsal N plus 1-dir. N plus 1-i vururuq 18-ə. Eləyir 18N üstəgəl 8N üstəgəl 18. Suyun kütləsindən 86 qram çoxdur. Üstünə də 86 gəlirik. 86. Verilmiş tənliyi həll eləyəndə deməli 26N bərabər olur 104-ə. 104-ə. Buradan da N bərabərdir 4-ə. Sonra deyir ki, alkanın 1 molunu 4 mol xlorla reaksiyasından. Bilirik ki, alkanlar xlorla yalnız əvəz etmə reaksiyasına girə bilirlər. Birləşmə reaksiyasına girmirlər. Onlarda pirabitə yoxdur. Deməli, bizim alkanımız Z4H10-dur. Söhbət butandan gedir. Butanda 10 hidrogen var. Bunun 4 mol xlorla əvəz etməsindən danışır. Deməli, 10 hidrogenin 4-ü xlorla əvəz olunacaq. Neçəsi qalacaq? 6-sı. Bizdən də onu soruşur. Deyir, alınan birləşmədə hidrogen atomunun sayını tap. Deməli, alınan birləşmədə 6 hidrogen atomu olacaq. Doğru cavab B bəndi.